Bugün biz sevinç hissi ilə azad, suveren vətənimiz Azərbaycanda yaşayırıq. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun gücü ilə, xalqımızın qətiyyəti ilə uzun illərdir həsrətini çəkdiyimiz torpaqlarımız işğaldan azad olundu. Suverenliyimizin bərpa olunması, ərazi bütövlüyümüzün təmin olunması Azərbaycan xalqının tarixində çox böyük bir hadisədir. Biz bunun üçün qəhrəman şəhidlərimizə, qazilərimizə, xalqımıza və Cənab Ali Baş Komandanımıza borcluyuq. Biz Qarabağ İtkin Ailələri İctimai Birliyi olaraq artıq 4 ilə yaxındır ki, itkin şəhidlərimizin ailə üzvləri ilə işləyirik. Bildiyiniz kimi, itkin şəhidlərimiz işğaldan azad olunmuş ərazilərdən tapılaraq dəfn olunurlar. Biz o dəfnlərdə iştirak edirik və itkin şəhidlərimizi təmsil edərək bir çox beynəlxalq tədbirlərdə iştirak edirik. Biz itkinlərimizin səsiyik, onların səsin bütün dünyaya çatdırmaq üçün əlimizdən gələni edirik. Dövlətimizə, millətimizə hər zaman xidmət etmək üçün əlimizdən nə gəlirsə hər zaman edəcəyik və itkinlərimizin tapılmasında, itkinlərimizin axtarışında dövlətimizə dəstək olacağıq.